15 dəqiqədən, bəlkə də yarım saatdan çox idi ki, gözləri yumulu halda hərəkətsiz uzanmışdı. Gözlərini alayarımçıq açıb Nazimin əlini buza dönmüş əlindən buraxmadan güclə eşidiləcək səslə "Nazim, məni tək qoyma" dedi. Anasının birdən-birə dəyişmiş sifəti sanki Nazimə həkim olduğunu unutturdu. Özünü itirib nə edəcəyini bilmədi. Lakin bu bir an çəkdi. Sonra elə bil ağır yuxudan ayıldı. Əlini onun əlindən çəkib, biraz əvvəl hazırlayıb saxladığı iynəni qoluna yaxınlaşdırdı. Əlləri əsdiyindən damarı güc bəla ilə tapdı. Məhlulu çətinliklə yeridib, onun haçan təsir edəcəyini gözləməyə başladı. Saniyələr, dəqiqələr elə ağır keçirdi ki, sanki zaman donmuşdu. Bir xeyli keçəndən sonra anasının üzündə yenidən həyat əlamətləri görünəndə, yaylığı ilə alnında, boynunda damcı-damcı donub qalmış soyuq təri sildi. Onun əlini yenidən əllərinin arasına aldı. Barmaqlarında zəif, güclə hiss edilən hərarət duyanda sevincdən gözləri yaşardı. İki ay idi ki, Xədicə yatağa düşmüşdü. Ömrü boyu səhərlər xoruz banından da tez oyanıb, axşamlar hamıdan gec yatmağa adət edən, ayaqları altında yer titrəyən, bir an belə işsiz qala bilməyən Xədicə indi bu balaca otaqdan bayıra çıxa bilmirdi. Bu kiçik məhbəsdə keçən günlər ona əzab verirdi. 3-4 addım atan kimi yorulur, gözləri qaranlıq gətirir, taqətsiz halda çarpayısına uzanırdı. Belə hallarda hər şeydən bezib, dağ boyda bədən sözümə baxmır, deyə qəhərlə dillənirdi. Xəstələnəndən bəri tez-tez gözünü bir nöqtəyə zilləyib, nə barədəsə elə hey düşünürdü. Hərdən isə deyinirdi. İşim gücüm tökülüb qalıb, ev eşik başlı başınadır, bağ-bağatı yəsizdir. Andıraq qalmış xəstəlik əl çəksəydi, bir rahat nəfəs alardım. Qurban olduğum möhlət versəydi, bir əyin başınıza baxardım. Ay ana, özünü bu qədər darıxdırma, bir qədər səbr elə. İnfarktın dərmanı yataqdır. Bircə ay sakit uzanıb dava dərman vaxtında qəbul etsən zəifliyin keçib gedəcək, deyə Nazim ona ürək-dirək verirdi. Özü isə həkim həssaslığı ilə anlayırdı ki, anasının vəziyyəti ağırdır. Hər an, hər dəqiqə onu itirə bilərlər. Lakin bunu hamıdan, atasından, bacı qardaşlarından, arvadı Gülcandan belə gizlədirdi. Nədənsə bu acı həqiqəti onlara deməyə cürət etmirdi. Anası üçün bir şey edə bilmədiyinə, əlindən heç nə gəlmədiyinə görə özünü qınayırdı. Onun bu halında özünü günahkar sayır, əlac edə bilmədiyinə görə ürəyində özünü ittiham edirdi. 5 qəpiklik həkimliyin yoxdur. Əlindən heç nə gəlmir. Öz doğma anana şəfa verə bilmirsənsə, onda həkim deyilsən. Get, özünə başqa peşə tap, deyə özünü tənbih edirdi. Yadına uşaqlıq illərindən bir xatirə düşdü. Onda 5 yaşı vardı. Uşaqlarla anasının bişirdiyi qarğıdalı sütülündən ləzzətlə yedikləri yerdə birdən qarğıdalı dənəsi nəfəs borusuna düşmüşdü. Xədicə oğlunun bənizinin ağappaq ağardığını, sonra isə birdən göyərib yerə yıxıldığını görəndə onu qucağına alaraq az qala qaça-qaça rayon mərkəzindəki xəstəxanaya çatdırmışdı. Biraz da geciksəydin, uşaq getmişdi, deyə yaşlı həkim Nazimin nəfəs borusundan çıxardığı qarğıdalı dənəsini anasına göstərmişdi. Təhlükənin soğuşduğunu, Nazimin rahat nəfəs aldığını görəndə Xədicə sevincindən və keçirdiyi sarsıntıdan kövrəlib uşaq kimi ağlamışdı. Həmin hadisədən sonra onun ən böyük arzusu oğlunu həkim görmək idi. Tez-tez deyərdi, böyüyərsən, oxuyub həkim olarsan, ailəmizin öz həkimi olar, mən xəstələnəndə özün məni sağaldarsan. Nazim də onun arzu etdiyi kimi oxuyub həkim olmuşdu. Nazim, sən ağlayırsan? Xədicənin səsi elə bir quyunun dibindən gəlirdi. Əlini oğlunun saçlarına apardı. Amma onları sığallamağa taqəti çatmadığından tez də aşağı saldı.
Nazimin son vaxtlar arıqlayıb almacaq sümükləri görünən gözəl sifətinə, yuxusuzluqdan çuxura düşən, eynən Ələddinin gözlərinə oxşayan xırda gözlərinə baxanda ürəyi nəvaziş və şəfqətlə doldu. Ciyər parasının bu hala düşməsinin baiskarı özü idi. Uşaq əldən düşdü, deyə kədərlə düşündü. Vaxtının çoxunu xəstəxanada, xəstələrin yanında keçirməyə adət edən Nazim Xədicə yatağa düşən gündən bəri təsadüfi hallarda evdən bayıra çıxırdı. Neçə ağır xəstəni ölümün pəncəsindən qurtarmış həkim indi öz anasının xəstəliyi qarşısında aciz idi. Həmkarları, Bakıdan konsiliuma dəvət olunmuş tanınmış kardioloqlar onun müalicə üsullarının düzgün olduğunu təsdiq etmişdilər. Bəs elə isə anasının vəziyyətində niyə dəyişiklik yox idi? İğnələr, dərmanlar niyə təsir etmirdi? Anası niyə gözünün qabağında şam kimi əriyirdi? Nazim, uşaqlara xəbər yolla. Qoy gəlib özlərini çatdırsınlar. Sizə deməli sözüm var. Vəsiyyət eləmək istəyirəm. Xədicə bu sözləri güclə eşidiləcək səslə dedi. Nazim onun qəhərləndiyini hiss elədi, lakin bunu büruzə vermədi. Yenə başladın da, nə vəsiyyət basılıbdı? Bir balaca ağrıyan kimi ağlına qəribə şeylər gəlir, deyə yarı incik, yarı zarafat cavab verdi. Yazıqlar dünən gediblər, yenə onları niyə narahat edək? Bu qədər yolu yenə niyə ölçsünlər? Qoy iş gücləri ilə məşğul olsunlar. Oğlu haqlı idi. Xədicə xəstələnən gündən bu evdə hamının rahatlığı itmişdi. Bu böyük ailənin nəbzi sanki bu balaca otaqda döyünürdü. Bəzən uşaqlar həftələrlə onun yanında qalırdılar. Dünən Xədicənin vəziyyəti birdən-birə yaxşılaşmışdı. O deyib gülür, uşaqlarla zarafatlaşırdı. İlk oğul nəvəsini, Nazimin 5 aylıq oğlu Anarı öpüb oxşamaqdan, əzizləməkdən yorulmurdu. Böyük qızı Nigar onu belə görəndə boynunu qucaqlayıb sevincindən ağlamışdı. Sənin bu halın üçün elə darıxmışıq ay ana. Nə olar, tez sağal. Sənə xəstəlik yaraşmır, heç yaraşmır. Dünən Nazim də anasının ağappaq, qırışsız sifətinə, mehriban, dərin gözlərinə baxmaqdan doymurdu. Gəlinlər tez-tez mətbəxdən dadlı yeməklər gətirir, Xədicə isə onların xətrinə dəyməmək üçün biş-düşün hamısının dadına baxırdı. Dünən uşaqlar son 2 ayda ilk dəfə arxayın halda sevinə-sevinə evlərinə dağılışmışdılar. Onlar gedəndən sonra Nazim xəstəxanaya yollanmışdı. Bu 2 ay ərzində ilk dəfə ikilikdə baş-başa qalan Xədicə ilə Ələddin fürsətdən istifadə edib xeyli dərdləşdilər. Ərinin sınıxmış sifətinə göz qoyan Xədicənin ürəyini kədər bürüdü. Sabah ona bir şey olsa Ələddinin vəziyyəti necə olacaq? Axı sakit təbiətli, həlim xasiyyətli, təvazökar adam olan Ələddin ondan başqa ömründə kimsəyə dərdini danışmaz, sirrini etibar eləməzdi. Sən mənim hər şeyimsən, anam, bacım, qızım, gəlinim deyərdi Ələddin. Anasını tez itirən, bacısı olmayan, qızlarından, gəlinlərindən həya edən Ələddin üçün doğrudan da Xədicə hər şey idi. Hava, su, həyat. Bunları düşünəndə Xədicənin özündən çox ərinə yazığı gəldi. Mən öləcəyəm, canım qurtulacaq, amma bu yazıq gündə 100 dəfə ölüb diriləcək. Hər an məni yada salacaq. Cavan deyil ki, başını qarışdırsın. Xədicə ərinin ağarmış saç saqqalına, qırışlarla örtülmüş xırda, mehriban gözlərinə baxıb qəmli səslə dedi. Əgər bacarsaydım, gücüm çatsaydı. Ələddin onun nə demək istədiyini yaxşı bildiyindən özünü toxtaq tutmağa çalışdı. Əlimdən bir şey gəlsəydi, səni qoyub getməzdim. Bu yaşda səni tək tənha qoymaq heç insafdan deyil. Amma deyəsən tək qalacaqsan. Xədicə sözünü tamamladı. Özünü heç nə olmamış kimi göstərməyə çalışan, arvadının yanında deyib gülən, xəlvətə düşəndə isə gözünün yaşını saxlaya bilməyən Ələddin onun sözlərindən kövrəldi. Niyə ümidsiz danışırsan Xədicə? Nazim səni sağaldacaq, görərsən.
Əgər qismətimə tənhalıq yazılıbsa, bu bir alın yazısıdır. Onu dəyişməyə kimsənin qüdrəti çatmaz. O, qəhərini udub sözünə davam elədi. Səndən yerdən göyəcən razıyam Xədicə. Sənsiz mənim həyatım heçdir. Bunu bil ki, ömrüm boyu sənə sadiq olmuşam. Özüm də, qazancım da ailəmə məxsus olub. Sonra söhbəti uşaqların üstünə gətirdilər. Övladları sarıdan ikisinin də bəxti gətirmişdi. Hamısını oxutmuş, ailə sahibi etmişdilər. Bu vaxta kimi onların bir sözünü iki edən olmamışdı. Hansının evinə gedirdilərsə o qədər hörmət, o qədər qayğı görürdülər ki, həmişə balaları üçün Allaha dua edirdilər. Xədicə infarkt keçirəndən bir gün sonra Bakıda yaşayan kiçik qızları Aynur gecə yarısı həyəcanla içəri girəndə hamı heyrətə gəlmişdi. Xədicə Nazimlə Ələddinə dönə-dönə tapşırmışdı ki, xəstəliyi barədə uşaqlara heç nə deməsinlər. Amma heç 2 gün keçməmiş hamı bundan xəbər tutmuşdu. Bircə qonşu rayona gəlin köçən Təxminəyi bildirməmişdilər. Hər gecə narahat yuxular görən Təxminə tez-tez evlərinə zəng çalırdı. Gəlindən anasını çağırmasını istəsə də, o hər dəfə gah anan qonşudadır, gah həyətdədir deyib, ya da ağıldan gələn bir şey uydurub qızı sakitləşdirmək istəyir, narahat yuxularını hamiləliyi ilə əlaqələndirirdi. Qarma-qarışıq yuxuların əlində qalan Təxminə dözə bilməyib anasına baş çəkmiş, onu yataqda görəndə uşaq kimi hönkürüb ağlamış, onu aldatdıqları üçün hər kəsdən incimişdi. Nə dərin düşüncələrə dalmısan ana? Nazim Xədicəni fikirdən ayırdı. Heç bala, elə belə. Xədicə köksünü ötürdü. Zəhrimar xəstəlik məni hardan tapdı, deyə qadın ürəyində söyləndi. 60 illik həyatı kino lenti kimi gözlərinin önündən gəlib keçdi. Ələddinlə ailə qurmağı, uşaqlarını böyütməyi, onları məktəbə aparmağı, məktəbdən sonra evdə qarşılamağı, dərsləri ilə məşğul olmağı, bişirməyi, düşürməyi, kiminsə üstünə qışqırmağı, kimisə cəzalandırmağı yadına düşdü. 6 övladın heç biri xasiyyətcə o birinə oxşamırdı. Ona görə də hər biri ilə bir cür dil tapmaq lazım idi. Nigar evin böyüyü olduğuna görəmi, yoxsa çox əzizləndiyi üçünmü, uşaqlıqdan yaman ərköyün idi. Evin ikincisi olan, oğlan kimi böyüyən Aynurun dəcəlliklərindən bəzən ağlamaq dərəcəsinə gəlirdi. Sakit, həlim təbiətli Nailənin varlığı ev eşikdə bir o qədər hiss olunmazdı. Amma həssas və küsəyən olduğuna görə Xədicə daha çox onu əzizləyərdi. Həm də bunu o biri uşaqlardan xəlvət edərdi. Şən, şux təbiətli Təxminə it oynadanın biri idi. Onu məhəllədə də, məktəbdə də hamı çox istəyirdi. Sonra Nazim dünyaya gəlmişdi. 4 qızdan sonra doğulan bu uşaq onunla Ələddinə bir dünya sevinc bəxş eləmişdi. Ən gözəl arzuları onunla bağlı idi. Nazim onların evinin çırağı idi. Sonra Çingiz, evin son beşiyi, anasının şirin şəkər Çingizi. Xədicə balalarını böyütmək üçün gözü ilə qor götürmüşdü. İş gücdən vaxt ayırıb onların dərslərinə xüsusi nəzarət edərdi. Sonra uşaqların institut vaxtları gəlib çatdı. Xədicə uşaqlarının heç birini Bakıya tək buraxmamışdı. Qəbul imtahanları başlanandan qurtarana kimi özü onlarla olmuş, biş düşlərini hazırlamış, imtahan günlərində onlardan çox həyəcan keçirmişdi. Elə bil imtahan verən özü idi. Sonra uşaqların toy həyəcanları, sevinç hissinə qarışan narahatlıqlar ürəyində neçə-neçə izlər qoymuşdu. 5 ay əvvəl son beşiyi Çingizi evləndirib evə gəlin gətirəndən sonra Xədicə ilk dəfə etiraf etmişdi ki, bərk yorulub. Uşaqlara zarafatla, sizə olan bütün borclarımı vermişəm, daha bugündən sonra özüm üçün yaşayacağım, demişdi. Haqlı idi. Doğrudan da uşaqları dünyaya gələndən bəri bircə gündə özü üçün yaşamamışdı. Onun üçün hər şey, həyatı da, sevinci də ailəsi və övladları ilə bağlı idi. Artıq hamını yerbəyer edib, indən belə öz rahatlığının, istirahətinin qayğısına qalacaq.
iş gücünü bir qədər yüngülləşdirəcək, yeməyinə, içməyinə fikir verəcək, vaxtında dincələcək. Lakin heç nə düşündüyü kimi olmadı. Adını yorğunluq qoyduğu bu halsızlıq toydan sonra da keçib getmədi. Özünü daim əzgin hiss edirdi. Kürəyi ağrıyır, elə bil ürəyinin içi yanırdı. Ömrü boyu ağrılarını övladlarından gizlədən qadın o gecə infarkt keçirəndə də bunu kimsəyə bildirməmişdi. Uşaqların yuxusuna haram qatmaq istəməmişdi. Səhər öz ayaqları ilə xəstəxanaya gedib ürəyinin kardioqramını çıxartdıranda hamı bilmişdi ki, Xədicə gecə infarkt keçirib. İndi çarpayısında uzanıb bütün bunlar barədə düşünən Xədicə dincəlmək arzusuna düşdüyü, rahatlıq tapmaq haqqında fikirləşdiyi həmin günə lənət yağdırırdı. Bəlkə sözüm Allaha acıq gəldi. Balalarıma, ailəmə qulluq etməkdən niyə yoruldum ki? Elə buna görə Allah məni dincəltdi. O, daş daşımağa, yer qazımağa, hər cür ağır iş görməyə hazır idi. Təki canı ağrımasın, təki ayaq üstə olub iş gücünü özü görsün. Heç doğma övladlarına da möhtac olmasın. İndiki köməksiz, aciz halına görə özündən zəhləsi gedirdi. Nazim anasının bayaqki halı haqqında düşünürdü. Bu, adi ürək tutması değildi. Ondan da təhlükəli, dəhşətli hal idi. Anası bayaq ayılmaya da bilərdi. O, anasının da öz vəziyyətinin gərginliyini duyduğunu hiss etmişdi. Ona görə də vəsiyyət etməkdə israrlı olduğunu anlayırdı. Son 2 ay ərzində Xədicə 3-cü dəfə idi ki, vəsiyyət etmək istədiyini bildirirdi. Lakin Nazim dünyada heç nədən bu sözdən qorxduğu kimi qorxmurdu. Görəsən anam nə demək istəyirdi? Onsuz da bütün öyüd nəsihətlərini ömrü boyu bizə edib. Ən böyük arzusu o idi ki, biz uşaqlar bir-birimizlə mehriban olaq. Allaha şükür, aramızda inciklik yoxdur. Yəqin deyəcəkdi ki, atanızın qayğısına qalın, hörmətini saxlayın. Amma onsuz da qədrini bilirik. Qızılları yoxdur ki, yerini desin. Görəsən bizə nə demək istəyir? Bizdən nə isə vacib sözü olar. Lakin təsəvvür edəndə ki, anası vəsiyyət edir, o isə qulaq asır, ürəyi sıxıldı. Birdən anam fikirləşər ki, doğrudan da vəziyyəti çıxılmazdır. Nazim, oğlum, izin ver, qoy vəsiyyətimi sənə edim, deyə Xədicə bir də dilləndi. Anasının rəngi xoşuna gəlmədi, səsi də dəyişmişdi. Gözlərindəki yalvarıcı ifadəni görmək Nazimə əzab verirdi. Ona ümid verməli, həyat eşqinin sönməsinə imkan verməməliyəm. Ona vəsiyyət etməyə imkan versəm elə biləcək ki, o düşüncələrini sonunu tamamlamaqdan qorxdu. Ana, qurban olum, niyə ağlına pis şeylər gəlir? Nə vəsiyyətbazlıqdır? Sənin nə yaşın var? Hələ bir qocal, ondan sonra vəsiyyətini edərsən. Sən hələ nəvələrinin toylarını görməlisən. Nazim bu sözləri elə həyəcanla bir nəfəsə dedi ki, Xədicə daha dinmədi. Birazdan o yuxuya getdi. Nazim nəbzini yoxladı. Ürəyinin normal döyündüyünü görüb az da olsa rahatlaşdı. Ehmalca qapını açıb eyvana çıxdı. Sonra divanda uzanıb gözlərini yumdu. Necə yuxuya getdiyindən xəbəri olmadı. Lakin birazdan qan tər içində yuxudan oyanıb otağa keçəndə anasının halsız halda nəsə pıçıldadığını gördü. Tez anasını qucaqladı. Nazim, ölürəm. Anası bu sözləri güclə olan qalan qüvvəsini toplayıb dedi. Qorxma ana, ürək tutmasıdır, dərman içən kimi keçib gedəcək. Nazim onu sakitləşdirmək istədi, lakin özü öz səsindən qorxdu. O, Xədicənin çarpayısının yanındakı kiçik şkafın içindən dərman şüşəsini götürmək istəsə də, həyəcandan bunu edə bilmirdi. Xədicə artıq boğulurdu, havası çatmırdı. Nazim anasının göyərmiş, qansız dodaqlarını yapışdırıb ona süni nəfəs verməyə başladı. Deyəsən bunun köməyi oldu. Anası gözlərini açıb ona baxdı. Nə isə demək istədi, amma taqəti çatmadı. Nazim hiss etdi ki, anasının dodaqları soyuyur, bədəni süstləşir.
Nəhayət, Xədicənin dodaqları tamam buza dönəndə ondan aralandı. Onun üzündə həyat əlamətləri sönmüşdü. Uşaqlar yerdə, xalçanın üstündə bardaş qurub oturmuşdular. Nazimin gözünün önündən anasının son anları kinolenti kimi gəlib keçirdi. Bayaqdan bəri bacılarının növbə ilə danışdığı xatirələr onu çox kövrəldirdi. Anasını ölümün pəncəsindən ala bilmədiyinə görə özünü qınayırdı. Çingizin üzünə heç baxa bilmirdi. Analarının ölümü hamıdan çox onu sarsıtmış, o gündən hələ də özünə gəlməmişdi. İnana bilmirdi ki, daha anası bir də bu evdə onu qarşılamayacaq, öpüb oxşamayacaq, öyüd nəsihət verməyəcək. Uşaqları təkcə analarının itkisinə yanmırdılar. Onları axırdan daha bir səbəb var idi. Onu son sözünü deməyə, vəsiyyət eləməyə qoymamışdılar. Bu, ən çox Nazimə əzab verirdi. Anasını vəsiyyət edib son arzusunu dilə gətirməyinə imkan vermədiyinə görə özünü bağışlaya bilmirdi. Axı xəstənin yanında hamıdan çox o olmuşdu. Son dəfə anası az qala yalvarışla ona vəsiyyət etmək istədiyini deyəndə, o insafsızcasına buna imkan verməmişdi. Ələddin gecə yarısı üşüyüb yuxudan oyandı. Üstündəki qalın yorğan onu isitmirdi. Yumağa dönüb yorğanı başına elə çəkdi ki, təkcə gözləri göründü. Amma üşütməsi keçmədi. Niyə bu qədər üşüyür? Sobanın söndüyünün fərqinə indi vardı. Sobanı necə yandırsın? Hardasan Xədicə? Qonşulardan kiminsə həyətində xoruz banladı. Onun səsinə başqa xoruzlar da səs verdi. Birazdan itlər hürüşdü, inək böyürtüsü eşidildi. Sonra yenidən ətrafa sükut çöktü. Şaxta pəncərə şüşələrində naxışlar açmışdı. Bayırda əsən küləyin vıyıltısı aydın eşidilirdi. Qonşu otaqda anar bərkdən ağladı. Sonra Gülcanın nəvazişli, sakit səsi gəldi. Ələddin yerindən qalxıb şkafdan yun adyal çıxarıb yorğanının üstündən saldı. Ona elə gəldi ki, yatağı biraz da soyuyub. Mənim yorğanımı niyə üstünə örtmürsən, Ələddin? Xədicənin doğma, mehriban səsi elə aydın eşidildi ki, Ələddin qeyri-ixtiyarı otağa göz gəzdirdi. Xədicənin səliqə ilə yığışdırılmış yatağına baxıb həsrətlə köksünü ötürdü. Örtə bilmərəm Xədicə. Niyə? Qorxuram. Nədən qorxursan Ələddin? Bilmirəm. Ört, isinərsən. Ocağın odunu da söndürümsən. Ocağımızı sən yandırardın Xədicə. Elədir. 40 gün idi ki, Xədicə dünyadan köçmüşdü. 40 gün idi ki, bu çarpayı Ələddindən ötürü göz dağı olmuşdu. Gecələr yerinə uzananda qəsdən arxasını çarpayıya çevirirdi ki, Xədicə yadına düşməsin, onun haqqında fikirləşməsin. Amma neynəsə də, nə qədər çalışsa da başqa heç şey barədə düşünə bilmirdi. Belə yatmağa öyrəşməmişdi. Ömrü boyu üzü Xədicəyə sarı yatmışdı. Onun çarpayısının gözünün qabağında olmasına, Xədicənin varlığını duymağa adət etmişdi. O yanında olanda rahat olurdu. Birdən kürəyində Xədicənin barmaqlarının hərarətini hiss elədi. Elə aydın, elə canlı hiss elədi ki, bundan bədəninə istilik yayıldı. Hər gün az qala yarım saat Xədicə onun kürəyini, ayaqlarını ovuşdurardı. Siqaretə, içkiyə necə öyrəşirlərsə, Ələddin də buna öyrəşmişdi. Birdən Xədicə üçün elə darıxdı.
Ondan ötürü elə qəribsədi ki, qəhər boğazına tıxandı. Məni yetim qoydun, Xədicə, yaşımın bu vaxtında tək tənha qoyub getdin. Belə də insafsızlıq olarmı? Tək niyə olursan Ələddin? Oğlun, gəlinin, nəvən yanında deyilmi? Hərə özü üçün sağ olsun. Onlar mənim nə çəkdiyimi hardan bilsinlər? Elə demə, Nazim də, Gülcan da başına pərvanə kimi dolanırlar. Nə bilim vallah, deyəsən biraz özüm dəymə düşər olmuşam. Ağrıyırsan ona görə. Hə Xədicə, canım yaman ağrıyır. Ələddin yatağından qalxıb əyninə isticraket geyindi. Üstündən yun toxunma canlıq keçirdi. Yadına düşdü ki, onu Xədicə keçən qış toxumuşdu. Canlıq bədənini elə isti saxlayırdı ki, hər dəfə onu geyinəndə arvadına minnətdarlıq edərdi. Ayağına keçirdiyi yun corablar da, başına qoyduğu yun papaq da Xədicənin zəhməti idi. Bu evdə elə bir şey yox idi ki, onun əllərinin izi olmasın. Bu otağın səliqə saxmanı, hətta əşyaların qoyulma tərzi də Xədicəyə məxsus idi. Bir həftə əvvəl işdən qaydanda Ələddin şkafdakı qabların başqa cür qoyulduğunu görüb hirslənmişdi. "Abala, bu sənin işindir?" deyə gəlinindən soruşmuşdu. "Hə, ata, tozlarını alırdım." "Qabları necə vardı, o cürdə yerinə yığ," deyə Ələddin hirslədilənmişdi. Həlim təbiətli qaynatasının əsəbiləşməsinin səbəbini yaxşı anlayan gəlin tez şkafda əvvəlki səliqə sahmanı bərpa eləmişdi. Bu kiçik otaqda hər şey Ələddinə doğma idi. Burada hər əşya ona Xədicəni xatırladırdı. Elə bu səbəbdən vaxtının çoxunu burada keçirirdi. Yadına düşən xatirələrdən bəziləri onu üzürdü. Keçən ilki bir hadisədən indi xəcalət çəkirdi. Onda Xədicə xəstə idi. Ələddin işdən qaydanda "Qulunc məni öldürür," deyə qadın ona şikayətləndi. "Keçib gedər arvad," deyə Ələddin mətbəxə keçdi. Gəlinin onun qabağına qoyduğu xörəyi ləzzətli yedi. Sonra qəzetlərə, televizora başı qarışdı. Yatmaq üçün evi keçəndə Xədicə yalvarışla "Ay Ələddin, kürəyimi biraz ovuşdur, qulunc məni yaman incidir," dedi. "Gəlinə niyə demirsən?" "Gəlindən utanıram. Camaat gəlin gətirir ki, qulluğunda dursun, sən də deyirsən ki, utanıram." Elə bu vaxt Nazim içəri girdi deyə söhbət yarımçıq qaldı. Gecə Ələddin heç nə olmamış kimi soyunub yerinə girdi. Xədicə daha ona heç nə demədi. Gecə yarısı belinin ağrısına yuxudan oyanan Ələddin böyrü üstə çevrilmək istəsə də tərpənə bilmədi. "Xədicə, ay Xədicə," deyə həyəcanla arvadını səslədi. "Tez ol, bura gəl, qurumuşam. Tərpənə bilmirəm. Biraz belimi ovxala." Xədicə heç nə demədən yerindən qalxıb onun çarpayısının qırağında oturdu, ərinin belini ovxalamağa başladı. Onun əlləri qaynar idi. Ələddinə elə gəldi ki, bədənində iki köz gəzir. Bu qaynarlıqdan canına xoş bir istilik yayıldı. Əlləri nəcəb istidir. "Hə, hərarətim var," Xədicə astadan cavab verdi. Ələddin onun səsinin titrəyişini indi, üstündən bir ilə yaxın vaxt keçəndən sonra hiss edirdi. O vaxt buna əhəmiyyət verməmişdi. Onda nə tez öz halına qalmışdı. Bir neçə saat əvvəl Xədicə də kürəyinin ağrısından şikayətlənmişdi. Bəs o niyə Xədicəyə qayğı göstərməmişdi? Sevdiyi qadına niyə bu qədər diqqətsizlik etmişdi? Xədicənin o günkü incikliyini yalnız indi duyurdu. Qızdırma içində yerindən durub, əynində nazik gecə köynəyi soyuq otaqda onun belini ovxalayan Xədicə gözlərinin qarşısında canlandıqca bir hiss ürəyini kəlbətin kimi sıxırdı. Bu vicdan əzabı idi. "Ay Ələddin, kürəyimi biraz ovuşdur, qulunc məni yaman incidir," deyən arvadının zəif səsi qulaqlarında təkrar-təkrar səslənirdi. Özünün etinasızlığına görə indi elə utanırdı.
Açıb ağarda bilməzdi bunu. Uşaqlarına necə deyəydi ki, ananızın ürəyi elə vaxtdan ağrıyırmış. Əgər vaxtında qayğı göstərsəydi, Xədicə ölməzdi. Onu ovxalamamağa bir yana, heç oğluna da deməmişdi ki, ananın kürəyi ağrıyır. Bir gör nə dərdi var. Xədicə 40 il ona yoldaşlıq etmiş, bütün ağır acısına şərik olmuş, körpə uşaq kimi qulluğunda durmuş, hər nazını çəkmişdi. O, isti otaqda, qalın paltarda üşüyürdü. Bəs qışın bu sazağında Xədicə üşümürmü? Ələddin neynəyəcəyini bilmirdi. Canını qoymağa yer tapmırdı. Nə boğazına tıxanmış qəhər, nə də ürəyini sıxan kədər keçib gedirdi. Mən necə dözəcəyəm? Sənsiz neynəyəcəyəm? Tək tənha necə yaşayacağam? İndi mən kimə lazımam? Şkafın sağ gözünü açdı. Buradan Xədicənin bir neçə donu asılmışdı. Qəhvəyi rəngli, üstündə ağ dairələr olan dondan Ələddinin yaman xoşu gələrdi. Bu paltar Xədicəyə çox yaraşırdı. Ələddin Xədicəni həmin paltarda, üz cizgilərindən tutmuş, gözlərinin ifadəsinə qədər hər şeyi təsəvvürünə gətirdi. Arvadı vəfat edəndən bəri Xədicənin sifətini olduğu kimi yadına sala bilmirdi. 40 il bir yastığa baş qoyduğu arvadının üzü yadından çıxmışdı. Kimə desəydi, buna inanmazdı. Amma səsini daim eşidirdi. Söhbətlərini olduğu kimi xatırlayırdı. Gülüşü də, deyinməyi də, mehriban danışığı da, sərt səsi də yaddaşına həkk olunmuşdu. Hər gecə səhərə kimi yuxuda onunla danışırdı. Amma sifətini görmürdü ki, görmürdü. Bugün ilk dəfə Xədicənin canlı sifətini görürdü. Paltarı bağrına bastı. Ondan Xədicənin qoxusu gəlirdi. Bir xeyli beləcə qaldı. Sonra paltarı yerinə asıb şkafı bağladı. Təzədən çarpayısına uzanıb səhərin açılmasını gözlədi. Özünə yer tapa bilmirdi. Tərslikdən səhər də açılmaq bilmirdi. Sənin ölən vaxtın deyildi, Xədicə. Mən ağrıyırdım. Bəs mənə niyə demirdin? Deyirdim, sən eşitmirdin. Bu sözlər qaranlıq otaqda əsil ittiham kimi səsləndi. Ələddinin yadına düşdü ki, Xədicənin səhhəti ilə heç vaxt maraqlanmazdı. Hər il adəti üzrə məzuniyyətini kurortlarda, sanatoriyalarda keçirən Ələddin arvadının da müalicəyə, istirahətə ehtiyacı olduğunu düşünməzdi. Ağlına da gəlmirdi ki, Xədicə xəstədir. Əslində nasaz olduğunu bilirdi, amma bunun ciddiliyi barədə fikirləşmirdi. Səhərdən axşama kimi həyat bacada əlləşən, evin saysız hesabsız qayğıları ilə məşğul olan Xədicə heç vaxt özü haqqında, xəstəliyi barəsində danışmazdı. Amma əlini tez-tez köksünə aparardı. Ələddin isə nədənsə buna əhəmiyyət verməzdi. İndi Xədicə xəyalına məhz əli köksündə, ağrıdan üzü dəyişmiş halda gəldi. Nə qədər çalışsa da onu başqa cür təsəvvür edə bilmədi. Mənim vəsiyyətimi uşaqlara çatdırmağı unutma ha. Demişdin ki, 40'ında çatdırım. Bugün 40'ımdır. Ələddin yatağından qalxıb işığı yandırdı. Şkafı açıb sənədlərini, kağız-küğuzunu saxladığı qovluğu açıb, oradan qəzetlərin arasında gizlətdiyi zərfi çıxartdı. Sonra yeşiyi yerinə itələyib zərfi nəzərdən keçirdi. Onun küncləri möhkəm yapışdırılmışdı. Xədicə zərfi ölümündən bir gün əvvəl ona vermişdi. Görəsən uşaqlara nə yazıb, deyə Ələddin fikirləşdi. Sonra saata baxdı. Səhər saat 6'nın yarısı idi. Aynabəndə çıxanda qonaq otağında işığın yandığını gördü.
yeni yatmayıblar deyə düşündü. Uşaqlara ürəyi yandı. O qapıda görünəndə hamı ayağa qalxdı. Ələddin əli ilə onlara oturmalarını işarə etdi. Özü də keçib xalçanın üstündə bardaş qurub oturdu. Hamı buradadır deyə soruşdu. Bəs gəlinlər hardadır? Mətbəxdə qab yuyurlar. Get onları da çağır deyə Ələddin Çingizə işarə etdi. Gəlinlər də gəldilər. Ələddin canlığının cibindən zərfi çıxarıb Nazimə uzatdı. Ananızın vəsiyyətnaməsidir. Hamı heyrət içində idi. Qızlar göz yaşlarını saxlaya bilmədilər. Özümü qınamaqdan ölürəm ata. Niyə demirsən ki, anam vəsiyyətini eləyib? İnsafın yoxdurmu? Nazim qəhərlə dilləndi. Həyəcanlı baxışlar Nazimin əlindəki zərfə dikilmişdi. Nazimin əlləri əsir, zərfi aça bilmirdi. Əlindəki elə bil köz idi. Barmaqları yanırmış kimi zərfi bu əlindən o əlinə keçirirdi. Heç kim dillənməsə də hamı səbirsizliklə Nazimə baxırdı. Axır ki, o özünü ələ alıb qayçı ilə zərfin bir küncünü kəsdi. İçindən 4 qatlanmış bir kağız çıxartdı. Titrək səslə onu oxumağa başladı. Övladlarım, bu məktub sizə çatanda mən artıq həyatda olmayacağam. Özüm Ələddindən xahiş etmişəm ki, onu dərdiniz biraz yüngülləşəndən sonra sizə çatdırsın. Bilirəm ki, oğullarım məni son mənzilə çiyinlərimdə aparacaqlar. Qızlarım, gəlinlərim mənim üçün ağlayacaqlar. Hamınızdan razıyam. Südümü sizə, haqqımı gəlinlərimə halal edirəm. Bir-birinizə heç vaxt yad olmayın. Xeyirdə, şərdə həmişə bir olun. Mənim üçün ağladığınız yetər. Təki bütün analar dünyanı mənim kimi bəxtəvərcəsinə tərk eləsinlər. Axı sizi yerbəyer eləmişəm. Hamınızdan arxayınam. Uşaqlarınızı oynatmışam. Bircə Çingizin balalarını görmək mənə nəsib olmadı. Eybi yoxdur. Mənim də əvəzimə onları sevərsiniz. Balalarım, nigarançılığım bircə Ələddindəndir. Öz ailənizə, uşaqlarınıza başınız qarışacaq. Ələddin isə yetim qalacaq. Bu dünyada qoca vaxtı tək qalmaqdan böyük dərd ola bilməz. Ələddin mənə vəfalı ömür yoldaşı, sizə isə qayğıkeş ata olub. Ona görə də ondan qayğınızı əsirgəməyin. Ona tənhalığını hiss etdirməyin. Bu, Nazimlə Gülcana daha çox aiddir. İndi keçək əsas məsələyə. Sizdən son xahişim var. Hamınız yığışıb məsləhət eləyin. Ələddinə bab bir qulaq yoldaşı gətirin. Bunu ona görə yazıram ki, Ələddinin təbiətinə yaxşı bələdəm. Sabah qocalıb əldən düşsə belə doğma övladına da dərdini deyən deyil. Vəsiyyətimə əməl etmənizi hamınızdan xahiş edirəm. Ananız Xədicə. Nazim oxuyub qurtaranda ortalığa ağır sükut çöktü. Heç kəs danışmağa ürək eləmirdi. Ələddin yavaşca yerindən qalxdı. Öz otağına keçib Xədicənin çarpayısına uzanıb, yastığı qucaqlayıb uşaq kimi hönkürdü. Nə olardı Xədicə? Heç olmasa ölümündən sonranı düşünməyəydin. Xəstəliyinə biganə olmağıma baxma. Bu otağa kimsənin ayağı dəyə bilməz. Sağlığında qayğına qala bilmədim. Öləndə də vəsiyyətinə əməl edə bilməyəcəyəm. Bağışla məni Xədicə, bağışla.